L şəkilçisi ilə düzələn isim və sifətləri qarışdırırsansa, bu video tam sənin üçündür. Diqqətli ol. Lövhədə görürük dadlı, bahalı, enli sözün. Dadlı, bahalı, enli. Məktəbli, kəndli, qubalı. Bunlardan hansı isimdir, hansılar sifətdir? Tapa bilmirsənsə və ya bir üsulun bilirsənsə, bax 3 üsulun deyəcəm sənə, ən əsas üsulları. Bu üsulları biləndən sonra isim və sifətdə bir problemimiz olmayacaq. Birinci qaydamız, l-nı s-la əvəz eləyə biliriksə, bu olur sifət. Dadlı yemək, dadsız yemək. Aydındır? İkinci qaydamız nə idi? Olan sözü ilə əvəz eləyə bilərdik. L-nı çıxırdıq, yerinə olan qoyurduq. Dadlı yemək, dadı olan yemək. Aydındır? Bahalı, enli, ensiz. İndi mənim bahasız sözü olmur ki, indi bunun da bir qaydası var. Gəlir üçüncü qaydamız. Üçüncü qayda nədir? Sifətdə nə olur? Özünə məxsus dərəcələr. Dərəcələndirin. Ən dadlı, daha dadlı, ən bahalı, ən enli, daha enli. Deməli, görürsünüz, bunların üçü də dərəcələnir. Dərəcələnirsə, bu sözlər sifətdir. İndi gəlin baxaq. Məktəbli. Məktəbli sözünü dərəcələndirin. Ən məktəbli, daha məktəbli. Olmaz. Deməli, bu isim imiş. Kəndli, kəndli əli. Olduqca kəndli əli, daha kəndli əli. Olmur ki, olmur. Deməli, bu isim imiş. Qubalı, məsələn, Qubalı Vəli, daha Qubalı Vəli, ən Qubalı Vəli. Olmur. Deməli, bu isimlər görürsünüz ki, dərəcələnmir. Dərəcələnmək sifətə məxsus xüsusiyyətdir. Ona görə bu sözlərə deyirsiniz ki, bunlar isimlərdir. Ya da ki, yoxlayın ikinci qayda ilə. Qubalı əli, qubasız əli. Məktəbli əli, məktəbsiz əli, kəndli əli, kəndsiz əli. Olmaz. Aydındır? Birinci ya dərəcələndir, ya da yerinə sız qoy. Olmursa heç biri, deməli o isim olacaq. Sizə bir sual. Məktəbli sözünü cümlədə elə işlədin ki, məktəbli sözü isim olsun. İzahımız bu qədər. Sağ olun.